Salam Hürriyyət TV izləyənlər, xoş gəlmisiniz. Kanalımıza abunə olub, videolarımızı bəyənməyi və paylaşmağı unutmayın. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi işləmiş mayor Rasim Həsənovun 4 il ərzində nə qədər rişvət aldığı bilinib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə Həsənov 7 epizod üzrə qanun pozuntusuna yol verib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi apardığı ilkin istintaqla ortaya çıxarıb ki, Rasim Həsənov rəis işlədiyi 2021-2025-ci illərdə 50 min manatdan bir az artıq rişvət alıb. Bu vəsait əsasən hərbi qulluqçuların hərbi həkimdən keçərkən saxta rəy alması və nəticədə tərxis olunmaları müqabilində alınıb. Cinayətdə iştirak edən şəxslər ilkin istintaq zamanı rişvət verdiklərini etiraf ediblər. Təqsirləndirilən mayora vəzifə saxtakarlığı, təkrar külli miqdarda rüşvət alma və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur. Hazırda prokurorluq işini yekunlaşdırıb, toplanmış materialları məhkəməyə göndərib. Yaxında araşdırma başlayacaq.